Yasamal rayonunda təcili olaraq bir otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində 3 saylı Asan Xidmətin yaxınlığında 5 mərtəbəli köhnə tikili binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 kvadrat olan bir otaqlı, köhnə təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzil təmir olunub, kirayə verilmək üçün də ideal bir variantdır. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi 3 saylı Asan Xidmətə və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və bu ərazidə olan bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Qiyməti çox münasibdir. Videomuzu sonadək izləyin ki, qiyməti haqqında da xəbərdar olasınız. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində 3 saylı Asan Xidmətin yaxınlığında köhnə tikili 5 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 kvadrat olan bir otaqlı, köhnə təmirli bir mənzildir. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzil təmir olunub, kirayə verilmək üçün də ideal bir variantdır. Bu mənzilin qiyməti 105 min manatdır. Yəqin ki, real alıcı olduğu təqdirdə mənzil sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.